Salam, hər vaxtınız xeyir, əziz dördüncülər, valideynlər və müəllimlər. Hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim video isə 4-cü siniflər üçün olan toplama və çıxmaya aid məsələ həlli olacaq. Nəşriyyatımız Riyaziyyat çalışmalar və didaktik materiallar kitabındandır, Çınarındır. Gəlin, vaxt itirmədən keçək məsələnin həllinə, daha doğrusu məsələlərin həllinə. Amma İlk öncə onu da bildirim ki, ödənişli dərslərimizə qoşulmaq istəyirsinizsə, həm monitoring, həm də ibtidai siniflərin hazırlığı, həm məntiq hazırlığına 050 500 47 42 nömrəsi ilə əlaqə saxlayıb dərslərimizə qoşula bilərsiniz. İndi isə gəlin keçək məsələlərin izahına. Demək, deyir Aytac fikrində tutduğu ədədin üzərinə. Aytacın fikrində tutduğu ədədi biz bilmirik. Aytacın fikrində tutduğu ədədin üzərinə 1341 ədədini 41 gəldikdə neçə alınar? 5766. Aytac fikrində hansı ədədi tutmuşdu? Bəli. Gəldik bu tənliyi həll eləməyə. Deməli, toplanan cəm, məchul toplananı tapmaq üçün cəmdən, yəni 5766-dan çıxırıq məlum toplananı, yəni 1341-i. İstəsəniz qıraqda özünüz üçün çıxa bilərsiniz. Mən şifayı çıxacam. 6-dan 1 çıxanda 5. Demək, daha sonra 6-dan 4 çıxanda 2, 7-dən 3 çıxanda 4, 5-dən də 1 çıxanda eləyir 4. 4425 ədədini, demək, Aytac fikrində 4425 ədədini tutmuşdur. Yəqin ki, aydın oldu. Keçək ikinci suala. İkinci sualda deyir ki, Vaqif fikrində tutduğu ədədə, yenə də fikrində tutduğu ədəd x-lə hər hansı bir hərflə işarə eləyə bilərik. Yaxşı, B yazaq. Fikrində tutduğu ədədə yenə də 3218 əlavə etdikdə Gülnarın fikrində tutduğu ədəd alınar. Biz bilmirik Gülnar fikrində nə tutub. İndi baxaq görək nöqtədən sonra Gülnar fikrində hansı ədədi tutub. Deyək, Gülnar fikrində 6486 tutubsa, Vaqifin fikrində tutduğu ədəd neçədir? Yenə də gələk tənliyi həll eləməyə. Məchul toplananı tapmaq üçün cəmdən, yəni 6486-dan 3218-i çıxsaq, cavab eləyəcək. 6-dan 8 çıxmaq olmur. 16-dan 8 çıxırıq 8. Yerdə 7 qalmışdı. 7-dən 1 çıxanda 6. 4-dən də 2 çıxanda 2. 6-dan 3 çıxanda 3. Deməli, Vaqif fikrində 3268 ədədini tutmuşdur. Yəqin ki, məsələ aydın oldu. Üçüncü tapşırıqda bizə deyir 3, 4, 0, 7 rəqəmlərindən bir dəfə istifadə etməklə düzələn ən kiçik 4 rəqəmli ədədin üzərinə. Yaxşı. İlk öncə ən kiçiyi düzəldək. 0-la ədəd başlamadığına görə 0 götürə bilmərik. Ən balacası 3 olduğuna görə 3-dən sonra 0-ı qoyarıq. Daha sonra 4, daha sonra 7. Ay sağ ol. Deməli, ədədimiz 3047-dir. Ən kiçik ədədin üzərinə 633 gəlsək, neçə alınar? Bu qədər sadə. Deməli, toplayanda 0, 1 yadda, 8, 6, 3. 3680 alınmış olacaq. Keçirik digərinə. Məktəbdəki şagirdlərin sayı, 4-cü tapşırığa baxırıq. Məktəbdəki şagirdlərin sayı ən kiçik 4 rəqəmli tək ədəddən, bura qədər eləyək. İlk öncə ən kiçik 4 rəqəmli tək ədəd, rəqəmlərin müxtəlif demir. Ən kiçik 4 rəqəmli tək ədəd deyir. Biz burada ən kiçik 4 rəqəmli ədəd 1000-dir, düzdürmü? Amma bizdən tək soruşduğuna görə, tək tələb elədiyinə görə biz 1000-i götürə bilmərik. Ona görə də 1001-i götürərik.
Uşaqlar, burada çaşmayın. Burada baxın, heç bir, yəni şərtdə demir ki, rəqəmlərin müxtəlif olan. Müxtəlif desəydi, biz ona görə hesablayardıq. Amma burada müxtəliflikdən söhbət getmir. Elə birbaşa ən kiçik 4 rəqəmli tək ədəd soruşur. Ona görə də 1001-i götürürük. Ədəddən 360 vahid ədəd çoxdur. Aha, yəni 360 vahid çoxdur. Məktəbdə neçə şagird var? Deməli, məktəbdə 1361 şagird olmuş olacaq. Daha sonra keçirik 5-ci tapşırığa. 5-ci tapşırıqda deyir ki, kitabxanadan 1310 nağıl kitabı, bundan 470 vahid az deyirsə, az şeir kitabı var. Az deyirsə artıq burada çıxmadı. Deməli, 470 az çıxırıq. 4, daha sonra 8, deməli nə qədər? 1310 nağıl oldu. Daha sonra 840 isə şeir oldu. Kitabxanada neçə şeir kitabı var? Elə 840 şeir kitabı olmuş olacaq. Daha sonra keçirik digərinə. 6-da deyir, bir şirkətin Bakı və daha doğrusu Bakı, Şamaxı və Gəncədə filialları var. Aydındır. Bakı filialında 348 nəfər, Şamaxı filialında 413 nəfər, daha sonra Gəncə filialında isə neçə? 1527 nəfər işləyir. Şirkətin cəmi neçə işçisi var? Cəmi soruşur. Deməli, 8 üstə 3, 11, 11 üstə 7, 18 bir yadda. 1 üstə 4, 5, 5 üstə 1, 6, 6 üstə 2. Deməli, 8. Daha sonra 3 üstə 4, 7, 7 üstə gəl 5, 12 bir yadda. Bu deyilir 2. 2288 eləmiş olacaq. Daha sonra baxırıq 7-ci tapşırığa. Mağazada 800, daha sonra 1300, 1300, daha sonra 1700 manatlıq kompüter satıldı. Mağaza kompüterlərin satışından neçə manat gəlir əldə etdi? Aha. Neçə manat gəlir əldə etdi? Sadəcə toplayırıq. 8 üstü 3, 11, daha sonra 11 üstə 7, 18, 3800 manat gəlir əldə etmiş olacaq. Keçirik 8-ci tapşırığa. 8-ci tapşırıqda deyir ki, bostanda əkilən 5200 şitildən 2180 pomidor şitili, yerdə qalanları isə xiyar şitilidir. Bostanda neçə xiyar şitili var? Deməli, pomidor şitilinin sayını çıxırıb, yerdə qalan isə qalacaq xiyar şitili. Deməli, 0, 2, daha sonra 0, 3. 3020 eləmiş olacaq. Daha sonra keçirik digər tapşırığa. Yalnız 9-cu tapşırığa deyir. Yalnız 10 minliklər, yüzlüklər və təkliklər mərtəbəsindəki rəqəmləri eyni, digər rəqəmləri bir-birindən fərqli olan ən böyük və ən kiçik 5 rəqəmli ədədlərin fərqini tapın. Ay sağ, 10 minliklər deyirsə, deməli, təklik, yüzlük, minlik, 10 minlik. Deyir ki, 10 minlik, yüzlük, deməli 10 minlik, yüzlük, təklik, onluq, yüzlük, minlik, 10 minlik. Aha, birinin əksik yazmışdım. 10 minlik, daha sonra yüzlük və təkliyi eynidir. Digərləri isə bir-birindən fərqli olan ən böyük və ən kiçik 5 rəqəmli ədədlərin fərqini istəyir bizdən. Yaxşı, ən böyüyünə baxaq. Ən böyüyü deməli, bura nə yaza bilərik biz? 9, 9, 9, düzdür? Ən böyüyü istəyir də bizdən 9, 9, 9.
Daha sonra digərləri bir-birindən fərqli olsun. Yaxşı, bura 8 yazarıq. Burada 7 yazarıq. Yerdə qalan ən böyüklər bunlardır. İndi ən kiçiyini istəyir. Yenə də 5 dənə xətt çəkirik. Çaşmamaq üçün. Ən kiçik istəyir indi. Baxın, bura 1 yazırıq. Burada 1 yazırıq. Burada 1 yazırıq. Digərlərində birinə 0 yazırıq. Digərinə isə 2 yazırıq. Bu ədədlərin fərqini istəyir. Hə, fərqini istəyir. Mən cəmini yazdım. Fərqini istəyir. İndi gəlin bunları çıxaq. 8, 5, 8, 8, 8. Deməli, 88.858 olmuş olacaq. Ümidvaram ki, bu misalı başa düşdünüz. Mən xətt çəkərək izah eləmək istədim ki, daha aydın başa düşəsiniz. 10-cu tapşırıqda deyir. 45.723 ədədi ilə 45.723 ədədi ilə bu ədədin rəqəmlərindən düzələn, yəni bu 4, 5, 7, 2, 3 bunlardan düzələn daha sonra rəqəmləri fərqli olan ən böyük 4 rəqəmli cüt ədədi toplayın. Yaxşı. 4 rəqəmli deyirsə 1, 2, 3, 4. 4 dənə xətt çəkirik, düzdür? Bu rəqəmlərdən düzəlmiş olsun. Fərqli olsun, ən böyük olsun və 4 rəqəmli olsun. Ən böyüyü deyirsə, elə burada 7-ni götürəcəyik ən böyük olaraq. Sonra 5-i. Sonra 4-ü. Sonra 3-ü götürə bilmərik. Çünki 3 yazsaq cüt olmuş olacaq. Bizdən isə yox, 3-ü götürə bilmərik, tək olmuş olacaq. Bizdən isə cüt istəyir. Ona görə 2-ni yazmış olacaq. Daha sonra bunları toplayırıq. Cəmini istəyir, düzdür? Cəmini istəyir. İndi toplayaq adi qaydada. Deməli 5, 6, 2, 1 yadda, yenə 2, 3 yazırıq, 1 yadda, 5. Deməli 53.265 ədədi olmuş olacaq. Ümidvaram ki, bunu da başa düşdünüz. 10 minliklər mərtəbəsindəki vahidlərinin sayı 10 minliklər. Deməli 1, 2, 3, 4, 5. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. Yəqin ki, aydın oldu. Deməli 10 minliklər mərtəbəsindəki vahidlərinin sayı 7 və rəqəmləri fərqli. Ən böyük 5 rəqəmli ədəddən 10 minliyində 7 dayanıb. Rəqəmləri fərqlidir. Ən böyük 5 rəqəmli ədəddir. Yaxşı. 7, daha sonra 9-dan başlayaq. 9, 8. Rəqəmləri fərqlidir. 7 qoya bilmərik. 6, 5. Düzdürmü? Yaxşı. Ədəddən minliklər mərtəbə vahidlərinin sayı 3. İndi ən böyük 4 rəqəmli ədəd istəyir indi ki. 1, 2, 3, 4. 4 dənə xətt çəkirik. İndi bizə nə istəyir? Minliklər mərtəbə vahidlərinin sayı 3 olan, bura 3 yazırıq. Ən böyük 4 rəqəmli ədədi çıxın. Baxın, burada şərtdə demir ki, rəqəmləri müxtəlif olsun, düzdür? Baxın, şərtə baxın. 10 minliklər mərtəbəsindəki vahidlərinin sayı 7 olan və rəqəmləri fərqli olan ən böyük 5 rəqəmli ədəddən minlik mərtəbəsi 3, minliklər mərtəbə vahidlərinin sayı 3 olan ən böyük 4 rəqəmli ədədi çıxın. Yəni, burada rahatlıqda ən böyük deyirsə, rahatlıqla 9'ları düzə bilərik. Çünki bizdən, belə deyək, rəqəmlərin müxtəlif şərtini istəmir. 15-dən 9 çıxanda 6. 15-dən 9 çıxanda 6. 17-dən 9 çıxanda 8. 8-dən 3 çıxanda 5. 7 də yerində qalır. Deməli, 75.866 alınmış olacaq. Ümidvaram ki, başa sala bilmişəm. 12-ci tapşırıqda deyir, tərkibində 3 dənə 5 rəqəmi olan ən kiçik 5 rəqəmli ədədlə, yaxşı, tərkibində 3 dənə 5 olan ən kiçik 5 rəqəmli ədədlə. Tərkibində 3 dənə 5 olsun, yaxşı. 5 rəqəmlidir, ən kiçik 5 rəqəmli, yaxşı. Ən kiçiyi deyirsə, 1, 2, 3, 4, 5. 5'ləri ən axıra qoyarıq, düzdür? Ən kiçik deyirsə, 1'i qoyarıq, sonra da 0 qoyarıq.
Sıfırdan ədəd başlamır. Tərkibində 2 dənə 9 rəqəmi olan ən böyük 4 rəqəmli. Yaxşı. 1, 2, 3, 4. Tərkibində 2 dənə 9 rəqəmi olan 2 dənə 9 rəqəmi olan ən böyük 4 rəqəmli ədədi toplayın. Yaxşı. 2 dənə 9 olsun. Şərtdə demir ki, ikisi 8 olmasın. Düzdür? Bu ədədlərin digər rəqəmləri fərqli olmalıdır. Hə, fərqli olmalıdır. Fərqli, yaxşı. Burada 8 fərqli deyil. Biz ora 7 qoyaq. Digərləri isə fərqlidir. Aha, nə istəyir bizdən? Toplayın. Toplayın deyirsə, toplamalıyıq. Görək neçə alınır. Daha sonra 2, daha sonra 100, o da bir 4. Daha sonra bir yadda bu da eləyir 5. Daha sonra 10, 0 yazırıq bir yadda, bu da 2. 20.542 eləmiş olacaq. Ümidvaram ki, bunu da başa düşdünüz. Çünki mən xətt çəkməklə izah edirəm ki, hamı başa düşsün. Deyir ki, 2 mərtəbəli kitabxananın birinci mərtəbəsində 5342 kitab, ikinci mərtəbəsində isə 7447 kitab var. Kitabxanada cəmi neçə kitab var? Yəni, bunlar düşündüyünüz qədər deyəsə çətin olmayacaq. 9, 8, 7, 12. 12.789 cavabı almış olduq. 14, 15, 16 qalıb. Baxaq. 14-də deyir, bir ailə təyyarə ilə səyahətə çıxır. 1500 kilometr getdikdən sonra uşaqlardan biri nə qədər yolun qaldığını soruşur. Ata deyir, gəldiyimiz yolun yarısı qədər getsək, gəldiyimiz yolun yarısı qədər. Yəni, 1500-ün yarısı qədər. 1500-ün yarısını da bilmək üçün 2-yə böləcəksiniz. 40-da bölək özünüz üçün. Daha doğrusu sizin üçün. 1500-ü siləcəm, narahat olmayın. Yarısı, yəni 2-yə bölürük. 7, 7 dəfə 2, 14. Düzdür? 15. Deməli, getdiyimiz yolun yarısı qədər. Yəni, nə qədər? 750 kilometr. 750 kilometr. Ata deyir. Yaxşı. Ata deyir ki, 750 kilometr. Getsək çatara. Səyahət yolunun uzunluğu nə qədərdir? İndi bunları toplayacağıq. 0, 5, daha sonra 2, 2. 2250 kilometr uzunluğundadır bu yol. Daha sonra baxırıq 15-ci tapşırığa. Ambarda olan düyüdən 3554 kiloqramı satıldıqdan sonra ambarda 1200. Mən niyə belə yazdım? Aha. 1215 kiloqram düyü gətirildi və ambarda olan düyünün mümkün kütləsi 2553 kiloqram oldu. Satılmamışdan əvvəl ambarda neçə kiloqram düyü vardı? Aha, bunu tapmaq üçün nə edirik? Deməli, ilk öncə bunu çıxacağıq. Deməli, 14-dən 5 çıxanda 9, 4-dən 1 çıxanda 3, 3 və 2. Deməli, 2339, daha sonra isə 2553-ü toplayırıq. 2553-ü üzrlü sayın. Toplayırıq 2, 9, 8 və 4. 4892 kiloqram düyü vardı əvvəl. Daha sonra keçirik Samir, Kənan və